Salam, kanalımızın değerli izleyicileri. Bu dersimizde 5. sınıf informatika dersini öğrenmeye başlayırıq. Gəlin dərsləri öyrənməyə keçmədən əvvəl dərsi girən necə işləmək lazımdır buna baxaq. Dərsi girən necə işləməli? Açar sözlər. Baxın, bu şəkildə açar sözlərimiz olur dərsin içərisində. Hər mövzu üzrə öyrənilən əsas anlayışlar burada qeyd olunur. İkinci olaraq maraq oyatma hissəsi. Mövzuya maraq oyatmaq üçün müxtəlif situasiya və hadisələr təsvir edilir və suallarla yekunlaşdırılır. Sonra fəaliyyət hissəsi, maraq oyadılan hadisələrin araşdırılmasına, onlarda səbəb-nəticə əlaqələrinin müəyyən edilməsinə yönəlmiş tapşırıqlar verilir. Bu tapşırıqlar əvvəlki biliklərinizlə yeni öyrənəcəyiniz materiallar arasında əlaqə yaratmağa xidmət edir. Yerinə yetirilmiş işin nəticəsini müzakirə etmək və səhvləri araşdırmaq üçün suallar verilir. Dördüncü hissə izahlar hissəsi, fəaliyyət zamanı müəyyən etdiyiniz faktorla bağlı açıqlamalar verilir. Əsas anlayışlar, mövzu ilə bağlı izahlar, təriflər, qaydalar, bir sözlə dərsin əsas məzmunu burada əks olunur. 5-ci hissə araşdıraq, öyrənək hissəsi. Mövzuda öyrənilənləri möhkəmləndirmək, tətbiq etmək və onlara münasibət bildirmək məqsədi ilə verilən tapşırıqlardır. 6-cı hissə öyrəndiklərinizi yoxlayın hissəsi. Hər mövzuda öyrəndiklərinizi qiymətləndirmək, zəif cəhətlərinizi müəyyən etmək üçün nəzərdə tutulur. 7-ci hissə ümumiləşdirici sual və tapşırıqlar hissəsi. Hər bölmənin sonunda öyrəndiklərinizin tətbiqi ilə bağlı sual və tapşırıqlar verilir. Bu şəkildə kitabla necə işləməli olduğumuzla tanış olduq. İndi isə gəlin ilk bölməmizdən öyrənməyə başlayaq. Birinci bölməmiz informasiya. İnformasiya nədir? İnformasiyanın kodlaşdırılması, informasiya modeli, informasiyanı ölçmək olar. Bu dərsimizdə biz bunlarla tanış olacağıq. Gəlin ilk bu dərsi öyrənəcəyimiz mövzu informasiya nədir mövzusu ilə tanış olaq. Açar sözlərimizə baxaq. İnformasiya, duyğu üzvləri, informasiyanın növləri, informasiyanın qəbulu, informasiya prosesləri. Hər gün nə isə öyrənir, hansısa informasiya alırıq. Məktəbdə qazandığımız biliklər, kitablardan və başqa insanlardan öyrəndiyimiz məlumatlar, televiziya və radiodan eşitdiyimiz xəbərlər, bunların hamısı informasiyadır. İnformasiya bizə nə üçün lazımdır? İnformasiya almasaq həyatımız necə olar? Və informasiyanı hansı yollarla qəbul etmək olar? Gəlin bu suallara cavablandıraq. İnformasiya bizə nə üçün lazımdır? İnformasiya qərar qəbul etmək, öyrənmək, plan qurmaq və gündəlik həyatda düzgün istiqamət seçmək üçün lazımdır. İnformasiya sayəsində ətraf aləmi dərk edirik, hadisələrə düzgün reaksiya veririk, elm, texnologiya, təhsil və idarəetmə sahələrində inkişaf edirik. Həmçinin insanlar və cəmiyyət arasında əlaqə yaranır. Qısacası, informasiya bilik mənbəyidir və düşünülmüş hərəkətlərin əsasını təşkil edir. İkinci sualımız, informasiya almasaq həyatımız necə olar? Əgər informasiya almasaq, ətrafımızda baş verənləri anlaya bilmərik, qərarlarımız səhv və təsadüfi olar, elm, texnologiya, mədəniyyət kimi sahələr inkişaf etməz, insanlar arasında əlaqə zəifləyər, cəmiyyət çaşqın və idarə olunmaz hala gələr. Yəni, informasiya olmasa, həyat qaranlıq və nizamsız olar, sanki istiqamətsiz yaşamaq kimi.
Üçüncü suala gəldik. İnformasiyanı hansı yollarla qəbul etmək olar? İnformasiyanı biz insanlar 5 əsas hiss orqanımız vasitəsilə qəbul edirik. Həmçinin texnologiya vasitələri vasitəsilə qəbul edirik. Hiss orqanları ilə misal üçün görmə, oxumaq, izləmək, eşitmə, dinləmək səs vasitəsilə, toxunma, dad bilmə, qoxu bilmə. Texnoloji və sosial vasitələrlə həmçinin informasiya qəbul edirik. Kitab, qəzet, televiziya, radio, kompüter, internet, sosial şəbəkələr, müəllim və ya digər insanlar vasitəsilə ünsiyyət. İnformasiyanı hansı yollarla qəbul edəcəyimizlə də beləcə tanış olduq. Davam edək. İnformasiyanın qəbul edilməsi. Verilmiş informasiyaları iş vərəqində yazın, açar sözlərdən istifadə etməklə hər bir informasiyanın yanında onu əldə etməyin mümkün yollarını göstərin. Baxın, açar sözlərimiz görməklə, eşitməklə, toxunmaqla, iyrəməklə, dadmaqla bunlardır. Və informasiyalarımızda yağış yağır, krandan gələn su qaynardır, yeməyin duzu yoxdur, qapı döyünür, anam məktəbdə qutab bişirir. Bunu vərəqdə siz dəftərinizdə qeyd edəcəksiniz və hər birinin qarşısından ona uyğun açar sözü yazacaqsınız. Yağış yağır. Yağışın yağdığını necə bilirik? Görməklə. Krandan gələn su qaynardır. Necə bilirik? Toxunmaqla. Yeməyin duzu yoxdur. Necə bilirik? Dadmaqla. Qapı döyünür. Necə bilirik? Eşitməklə. Anam mətbəxdə qutab bişirir. Bunu necə bilirik? İyrəməklə. Mən bunları şahid edim. Siz isə dediyim kimi bunları yazıb hər birinin qarşısında ona uyğun açar sözü dəftərinizdə qeyd edəcəksiniz. Müzakirə edək. Nə üçün bütün informasiyaları eyni üsulla qəbul etmək olmur və informasiyanın qəbul edilməsi üsulu nədən asılıdır? Baxaq, nə üçün bütün informasiyaları eyni üsulla qəbul etmək olmur? Bütün informasiyaları eyni üsulla qəbul etmək mümkün deyil. Çünki informasiyanın forması fərqlidir. Bəziləri yazılı, yəni mətn, bəziləri səsli, bəziləri isə vizual, yəni şəkil və video olur. İnsan hiss orqanları fərqli funksiyalara malikdir. Məsələn, səsi qulaqlar, görüntünü gözlər qəbul edir. Texnoloji vasitələr də fərqlidir. Bəzi informasiyalar kitabdan oxunur, bəziləri televiziyadan izlənir. Bəziləri isə internet və ya danışıq yolu ilə əldə olunur. Nəticə olaraq informasiyanın növü və onu ötürmə üsulu fərqli olduğuna görə hər bir informasiya üçün uyğun qəbul üsulu seçilməlidir. 2. İnformasiyanın qəbul edilmə üsulu nədən asılıdır? İnformasiyanın necə qəbul olunması bir neçə amildən asılıdır. İnformasiyanın növündən, yəni yazılı, səsli, vizual və s. İnsanın hiss orqanlarından görmə, eşitmə, toxunma və s. İstifadə olunan vasitədən kitab, radio, televizor, kompüter, internet və s. Qəbul edən şəxsin imkanlarından. Məsələn, eşitmə qüsuru olan biri səsini məlumatı qəbul edə bilmir, ancaq vizual məlumatı qəbul edə bilər. Qısacası, informasiyanın qəbul üsulu, onun forması, ötürülmə vasitəsi və insanın qəbul qabiliyyətindən asılıdır. Davam edək. İnsan informasiyanı 5 duyğu üzvü, yəni göz, qulaq, burun, dil və dəri vasitəsilə alır.
Bu duyğu üzvlərinə uyğun olaraq qəbul edilən informasiya 5 növə ayrılır. Vizual, səs, qoxu, dad və taktil informasiya. İnsan informasiyanı təkrar 5 duyğu üzvü, göz, qulaq, burun, dil və dəri vasitəsilə alır, yəni qəbul edir. Bu duyğu üzvlərinə uyğun olaraq qəbul edilən informasiya 5 növə ayrılır. Vizual, səs, qoxu, dad və taktil, yəni toxunma informasiyası. Vizual informasiya baxın görüntüdür. Səs informasiyası səslə, yəni eşidirik, qulaq vasitəsilə qəbul edilir. Vizual informasiya gözlə, səs informasiyası qulaq vasitəsilə, qoxu informasiyası burnumuz vasitəsilə, dad informasiyası dilimiz vasitəsilə, taktil informasiya isə toxunma, yəni dərimiz vasitəsilə qəbul edilən informasiyadır. Bəzən bir duyğu üzvündən alınan informasiya kifayət etmir. Müəyyən şəraitdə bir duyğu üzvü başqasının çatışmazlığını aradan qaldıra bilir. Misal üçün, insan qaranlıqda əşyanı gözlə görə bilməsə də, ona toxunmaqla əşyanın forması, ölçüsü, hazırlandığı material haqqında informasiya ala və onu tanıya bilər. Baxın, gözləri bağlayıbdır, qaranlıqda toxunma vasitəsilə onun forması haqqında formasını hiss edir və artıq o insanın beynində bu əşyanın nə olduğuna dair fikirlər formalaşır. Artıq beynimizdə fikirlər formalaşır ki, bu ölçüdə, bu misal üçün quruluşda hansı fiqur ola bilər, nə ola bilər, hansı cisim ola bilər. Duyğu üzvlərinin verdiyi informasiya bəzən kifayət etmir, yaxud aldadıcı olur. Ona görə də insanlar ətraf aləmi haqqında doğru-dürüst məlumat almaq üçün müxtəlif alətlər, cihazlar, qurğular ixtira etmişlər. Xətkeş, tərəzi, kompas, termometr, teleskop, mikroskop və s. Deməli, bildik ki, duyğu üzvlərimizin verdiyi informasiya bəzən kifayət etmir, yaxud aldadıcı olur. Bu səbəbdən də insanlar ətraf aləm haqqında doğru-dürüst məlumat almaq üçün müxtəlif alətlər, cihazlar, qurğular ixtira etmişlər. Bunlara misal olaraq da xətkeş, tərəzi, kompas, termometr, teleskop, mikroskop və s. göstərmək olar. İnsanlar informasiya toplamaqla yanaşı onu saxlayır, dəyişdirir, emal edir, başqalarına ötürürlər. Deməli, necə oldu? İnsanlar informasiya toplamaqla yanaşı həmçinin onu saxlayır, dəyişdirir, emal edir, başqalarına ötürürlər. İnformasiya ilə aparılan belə əməliyyatlara, yəni onların toplanması, saxlanması, ötürülməsi və emal olunmasına informasiya prosesləri deyilir. Yaşadığımız dövrdə informasiyanın toplanması, saxlanması, ötürülməsi, emalında istifadə olunan əsas qurğu kompüterdir. Deməli, bizim hal-hazırda yaşadığımız dövrdə informasiyanı toplanması, saxlanması, ötürülməsi və emalında istifadə olunan əsas qurğular nədir? Kompüterlərdir. Bu hissəni təkrar oxuyaq. Çünki çox dərsin əsas hissəsidir. İnsanlar informasiya toplamaqla yanaşı onu saxlayırlar, dəyişdirirlər, yəni emal edirlər, həmçinin başqalarını ötürürlər. İnformasiya ilə aparılan belə əməliyyatlara, yəni onların toplanması, saxlanması, ötürülməsi və emal olunmasına informasiya prosesləri deyilir. Yaşadığımız dövrdə informasiyanın toplanması, saxlanması, ötürülməsi, emalında istifadə olunan əsas qurğular nələrdir? Kompüterlərdir. Araşdıraq öyrənək hissəsi
Fiziki sağlam insan daha çox informasiyanı hansı duyğu üzvləri vasitəsilə alır? Bu haqda araşdırma aparın və ilk iki yerdə olan duyğu üzvünün adını söyləyin. Bəs hansı duyğu üzvünün ən az informasiya verdiyini düşünürsünüz? Çox maraqlı və əhəmiyyətli sualdır. Aparılmış elmi araşdırmalar göstərir ki, fiziki sağlam insan informasiyanın böyük hissəsini görmə və eşitmə duyğu orqanları vasitəsilə qəbul edir. Deməli, nə vasitəsilə qəbul edir? Görmə və eşitmə duyğu orqanları vasitəsilə qəbul edir. Təkrar bu sualın cavabını izah edək. Aparılmış elmi araşdırmalar göstərir ki, fiziki sağlam insan informasiyanın böyük hissəsini görmə və eşitmə duyğu orqanları vasitəsilə qəbul edir. Nəticələri şifahi olaraq deyək, insanların informasiyanı qəbul etmə payı orta göstəricilərlə, görmə, yəni gözlər vasitəsilə təxminən 80-85%, eşitmə, yəni qulaqlar vasitəsilə 10-15%, toxunma 3-5%, qoxu 1-2%, dad bilmə isə 1%, yəni və ya daha az. Təkrar deyək, duyğu orqanı və qəbul olunan informasiyanın faizi təxminən görmə, gözlər vasitəsilə 80-85%, eşitmə, qulaqlar vasitəsilə 10-15%, toxunma 3-5%, qoxu 1-2%, dad bilmə 1% və ya daha az. İlk iki yerdə olan duyğu orqanları hansılar oldu? Görmə, yəni gözlər, eşitmə, qulaqlar. Görmə neçə oldu? 80-85%, eşitmə isə qulaqlar 10-15%. Bu o deməkdir ki, insan ətraf aləmi ən çox gözləri və qulaqları vasitəsilə dərk edir. Ən az informasiya verən duyğu orqanı hansı oldu? Ən az informasiya verən dad bilmə orqanıdır, yəni dil. Çünki o yalnız qidaların dadını hiss etməyə xidmət edir və ətraf aləmlə bağlı geniş məlumat ötürür. Sual və tapşırıqlarımıza baxaq. Aşağıdakı proseslər zamanı informasiyanın alınmasında hansı duyğu üzvləri iştirak edir? Toğrul kitab oxuyur, qatar yaxınlaşır, Nərgiz mürəbbə yeyir. Baxaq. Aşağıdakı proseslər zamanı hansı duyğu üzvləri iştirak edir? Toğrul kitab oxuyur, görmə, gözlər iştirak edir. Qatar yaxınlaşır, eşitmə, qulaqlar iştirak edir. Nərgiz mürəbbə yeyir, dad bilmə, dil və toxunma. Əgər əlinə tutursa, əlinə yeyirsə, bunlar iştirak edir. Sonra ikinci sualımıza baxaq. Teleskop, mikroskop və tərəzi hansı növ informasiyanı toplamağa kömək edir? Demək, teleskop, mikroskop və tərəzi hansı növ informasiyanı toplamağa kömək edir? Teleskop uzaq obyektlərin görünüşünü görmə məlumatı olaraq verir. Mikroskop kiçik obyektlərin detallı görünüşünü görmə məlumatı olaraq verir. Tərəzi çəkini ölçür, yəni rəqəmsal və ya kəmiyyət informasiyası verir. Qısaca bunlar görmə və ölçü informasiyası toplamağa kömək edir. Təkrar deyək, teleskop uzaq obyektlərin görünüşünü görmə məlumatı olaraq verir.
Mikroskop kiçik obyektlərin detallı görünüşünü görmə məlumatı olaraq verir. Tərəzi isə çəkini ölçür, yəni rəqəmsal və ya kəmiyyət informasiyası verir. Qısaca olaraq bunlar görmə və ölçü informasiyası toplamamıza kömək edir. Aşağıdakı fikirlərdən hansı doğrudur? Duyğu üzvlərinin ətraf aləm haqqında bizə verdiyi informasiya həmişə düzgün olur. Və digər informasiya, insan informasiyanı duyğu üzvləri vasitəsilə alır. Biz bilirik ki, və bu dərsdə də dedik ki, duyğu üzvlərinin ətraf aləm haqqında verdiyi informasiya həmişə düzgün olur. Fikri yanlışdır, bəzən yanıla bilərik, illüziya və ya səhv hiss etmə halları baş verə bilər. İkinci isə doğrudur, insan informasiyanı duyğu üzvləri vasitəsilə qəbul edir. Atalar sözünü izah edin. 100 eşitməkdənsə bir görmək yaxşıdır. Bu atalar sözü deyir ki, başqasından eşitdiyimiz məlumat həmişə doğru olmaya bilər. Öz gözümüzlə gördüyümüz hadisə daha etibarlıdır. Yəni təcrübə və müşahidə eşitməkdən daha qiymətlidir. Yəni bir şeyi 100 dəfə başqalarından eşitməkdənsə, bir dəfə öz gözümüzlə görüb müşahidə etməyimiz daha etibarlıdır ki, həmin hadisə haqqında geniş məlumata sahib olaq, geniş informasiyaya sahib olaq. Bu şəkildə əziz şagirdlər, 5-ci sinif informatika dərsinin ilk dərsinin sonuna çatdıq. Bu dərsə aid hər hansı bir sual və təklif olarsa, videonun altına rəy bölməsinə qeyd edə bilərsiniz və əgər dərslərimiz faydalı gəlirsə, videolarımızı bəyənməyi və kanalımıza abunə olub paylaşmağı, həmçinin rəylər yazmağı unutmayın ki, videolarımız çox insana çatsın. Növbəti dərslərimizdə görüşənədək.